Salam müəllimlər, hər birinizi xoş gördük. Bugünkü videomuzda sizlərlə müəllimlərimizin çətinlik çəkdiyi, daha çox ikinci hissəyə aid olan bir neçə məsələ nümunələri ilə tanış olacağıq. İlk sualımız elektrik bölməsinə aiddir və sualımızda deyilir, müsbət 2Q və mənfi 2Q yüklü X və Y elektroskoplarından X elektroskopuna müsbət Q yüklü A cismi yaxınlaşdırılır, Y elektroskopuna isə müsbət Q yüklü B cismi toxundurulur. X və Y elektroskopunun köynəkləri üçün hansı fikir doğru olar? Müəllimlər qeyd edeyim ki, burada yəni Q burada səhv düşübdür, müsbət 2Q olmalıdır. Ona görə məsələni o cür oxudum. İndi gəlin nəyə diqqət eləyək? Əgər elektroskopun topuzuna bir cisim yaxınlaşdırılarsa ayrı qayda var, toxundurularsa ayrı qayda var. Yaxınlaşdırılanda yüklər sadəcə yerini dəyişə bilir elektroskopda, amma toxundurulanda yük alış-verişi baş verir. Elektroskopun yükü dəyişir. Yəni burada belə baxa bilərik ki, A kürəciyini biz deyək ki, X elektroskopuna yaxınlaşdırdıq. Nə baş verdi? Əvvəlcə sanki X elektroskopunun yükləri bərabər səviyyədə topuzda və köynəklərə paylanmışdı. İndi müsbət Q yükünü yaxınlaşdıran kimi müsbət topuzdakı müsbətləri itələdi. Topuzdan itələnən yüklər sanki köynəklərə doğru, baxın bu şəkildə gəlir. Daha çox köynəklərə yığılır. Əvvəlcə bunu belə göstərirəmsə, bir dəqiqə bunu bu tərəfdən göstərim. Əvvəlcə sanki köynəklər biri-birini belə itələyirdisə, indi biraz da yüklər, köynəklərə itələnən topuzdan da gələn yüklər artdı, biraz da artdı. Bunu şərti olaraq bu şəkildə göstərirəm, 3 dənə pilusla göstərirəm, bunu şərti göstərirəm. Yəni başa düşək deyə. Yüklərin miqdarı, köynəklərə yığılan yüklərin miqdarı artdığı üçün onların itələmə qüvvələri də artdı. Ona görə yarpaqlar açılar. Yəni biz deyə bilərik ki, X elektroskopunun köynəkləri açıldı. Yaxşı, bura deyək açılar. İndi gəlin, eyni qaydada biz baxaq, deməli B kürəciyinin Y elektroskopuna toxundurulmasına. Müsbət B, deməli nə deməkdir? Daha doğrusu müsbət Q bir elektron çatışmır. Mənfi 2Q'də də 2 dənə elektron artıqdır. Ona görə bir dənə bir elektron keçdi B kürəciyinə, B cisminə keçdi. Əvvəlcə mənfi 2Q olan elektroskopun yükü indi oldu mənfi Q. Yəni, elektroskopun yükü azaldığı üçün təbii ki, qarşılıqlı itələmə qüvvəsi də azaldı. Ona görə köynəklər əvvəlkinə nisbətən bağlandı. Yəni, X açılar, Y bağlanar olmalıdır. İndi gəlin variantlara baxaq. X açılar, Y bağlanar. Düzgün cavabımız təbii ki, biraz açılar, biraz bağlanar. Çünki tam neytrallaşmadı ki köynəklər. Ona görə də biraz açılar, biraz bağlanar. Düzgün cavab olmalıdır D variantı. Növbəti məsələmizlə davam edirik. İzolyator üzərində bir-birinə toxunan yüklü metal kürələr verilmişdi. A kürəsinin səthində elektrik sahə intensivliyi Y olarsa, B kürəsinin səthində neçə Y olar? Müəllimlər, əvvəlcə qeyd edeyim ki, bu məsələlərdə radiuslardan asılı olmayaraq, əgər bizdən potensial soruşsaydı, birində fi potensialı veribsə, hökmən ikincidə də fi potensialı olmalıdır. Yəni, potensial radiusla yükün miqdarı ilə asılı deyil. Yəni, o toxunan kürələr üçün deyirəm. Toxunan kürələrdə potensiallar eynidir. Amma elektrik sahəsi intensivliyi radiuslar, yəni yüklər radiuslar nisbətində bölünür. A-nın radiusu B-nin radiusundan 2 dəfə böyük olduğu üçün A-nın yükünə 2Q, B-nin yükünə Q deyə bilərik. Onda YA üçün bizə Y veribdir. Y yazaq, o da bərabərdir 2KQ böl R kvadratı. Çünki 2Q'dir yükü, ona görə 2KQ yazdım. Və onu da bilirik ki, burada intensivlikdə düsturumuzda modul var. Yəni, işarə önəmi yoxdur burada. YB bərabərdir. İndi baxın, KQ yükü Q'dur, amma radius R bölü 2'dir. R bölü 2'nin kvadratı R kvadratı böl 4, 4 qalxdı kəsirə sürətinə. Bu kəsirləri bir-birinə müqayisə eləsək, mən 2KQ böl R kvadratına Y demişəmsə, 4KQ böl R kvadratına da 2Y deməliyəm. Çünki 2 dəfə böyükdür. Düzgün cavabımız olmalıdır Y variantı. Növbəti məsələmizdə deyir ki, iki ayrı koherent mənbələrdən lambda bərabərdir 6 cm dalğı uzunluqlu şüalar yayılır.
Mənbələrin birindən 27 sm, digərindən 36 sm uzaqlıqdakı P görüş nöqtəsində müşahidə edilən interferensiya mənzərəsini müəyyən edin. Deməli, müəllimlər, interferensiya mənzərəsi üçün, yəni S1 bu işıq mənbəyidir. S1 işıq mənbəyidir. S2 də işıq mənbəyidir və bu işıq mənbələrindən P nöqtəsi görüş nöqtəsinə qədər yollar fərqi. Baxın, bunun D1-i 36-dır, bunun D2-si 27-dir. Yəni, mən yollar fərqini 36 minus 27, bu 9 sm verir. Yollar fərqi 9 sm-dir. Delta D, D sinus V bərabərdir K lambda düsturunu bura tətbiq eləsək, K bərabərdir 9 bölünsün lambda 6, bu bizə 1,5-i verir. 1,5 nə deməkdir? İkinci tərtib minimum. Yəni, sualımızın düzgün cavabı C variantı. Növbəti məsələdə deyilir ki, verilmiş metal üçün fotocəryan şiddətinin gərginlikdən asılı qrafiki verilmişdir. K və L qrafikləri üçün hansı ifadələr doğrudur? Gəlin bir-bir baxaq. Əvvəlcə birinci ifadəyə baxırıq. Birdə deyir ki, K-nın doyma cəryan şiddəti L-dən böyükdür. Cəryan şiddəti qrafikinə diqqət eləsək, bəli, K-nın cəryan şiddəti L-dən daha yüksəkdədir. Bu sabit olan hissə doyma cəryan şiddətinə uyğun hissədir. Ona görə birinci variant düzdür. 2-də deyir ki, K-nın tezliyi L-dən böyükdür. Müəllimlər, tezliyi müqayisə eləmək üçün o qrafikinə diqqət eləməliyik. Baxın, Einstein tənliyinə görə H-nü bərabərdir. A çıxış plus Y-udur. Yəni, Y kinetik, Y-u saxlayıcı. Bunu bu şəkildə yaza bilərik. Çıxış işi təbii ki, verilmiş metal dediyi üçün sabit kəmiyyətdir. Ona görə, harada Y-u böyükdürsə, orada tezlik, yəni H-nü. Nü böyük olan, təbii ki, H-nü də böyükdür da. Nü böyükdür, H-nü böyükdür. Amma mən görürəm ki, burada L K-dan daha böyükdür. Amma burada 2-də mənə deyir ki, K-nın tezliyi L-dən böyükdür. Ona görə bu səhvdir. Sonra, üçüncüdə deyir ki, K-nın dalğa uzunluğu L-dən böyükdür. Bəli, K-nın tezliyi kiçikdirsə, dalğa uzunluğu böyükdür mənasına gəlir. Ona görə 3 də doğrudur. Düzgün cavabımız olmalıdır D variantı. Növbəti məsələmizdə deyilir ki, hidrogen atomunun enerji səviyyələri diaqramı verilmişdir. Balimer seriyasının ən böyük dalğa uzunluqlu şüalanma enerjisi neçə elektron voltdur? Müəllimlər, Balimer seriyası bildiyimiz kimi istənilən yuxarı səviyyədən ikinci səviyyə keçiddir. Yəni, burada 2-yə mümkün halları çəksək, yəni 5-dən 2-yə keçə bilər, 4-dən 2-yə keçə bilər və 3-dən keçə bilər. Bu, bizə Balimer seriyasını verir. Amma bizə deyir ki, ən böyük dalğa uzunluğu. Dalğa uzunluğunun ən böyüyü xəttin ən kiçiyi mənasına gəlir. Yəni, dalğa uzunluğu böyük, tezlik kiçik. Xətt hansında kiçikdir? Görürəm ki, 3-dən 2-yə keçəndə kiçikdir. Burada deyir ki, şüalanma enerjisi nə qədərdir? Yəni, 12,1 elektron voltdan 10,2 qaldı. Nə qədər şüalandı, nə qədər getdi? 12,1-dən çıxırıq 10,2-ni. Bu bizə 1,9-u verir. Yəni, düzgün cavabımız B variantı. Və gəldik bu videomuzun sonuncu məsələsinə. Deməli, I işıq şüası, toplayıcı X linzası və səpci Y linzasından ibarət sistemdə şəkildəki trayektoriya üzrə hərəkət edir. X linzasının fokus məsafəsi Fx-in, Y-in fokus məsafəsi Fy olan nisbətini tapın. Biz bu cür məsələlərdə ilk öncə onu qeyd eləyək ki, 2 dənə linza verilibdirsə, biz linzalara ayrı-ayrı baxmalıyıq. Fikrimiz qarışmasın. Əvvəlcə fikrim X linzasındadır. Ancaq X linzasını analiz edirəm. Görürəm ki, müəllimlər, X linzasında, yəni şüadan linzaya qədər, buna belə deyə bilərik ki, biz cisim məsafəsi də deyərik. Yəni, burada baxın, cisim məsafəsi şüadan linzaya qədər dama, 3 dama. Bu belə gələn şüa. Yəni, belə qırıq-qırıq xət nəyə göstərir? Linzadan keçdikdən sonra uzantısı buradan keçir, yəni. Onda buradan nə nəticəyə gələ bilərik, müəllimlər? Baxın, cisim məsafəsi də 3 damadır, xəyal məsafəsi də. Yəni,
Qabarıq linzada cisim harda dayanıbdır ki, cisim məsafəsindən xəyal məsafəsi bir-birinə bərabərdir? Bu, yalnız cisim 2F-də dayanarsa mümkündür. Deməli, mən buradan belə nəticəyə gəldim ki, 2 dənə Fx 3 damadır. Onda Fx neçədir? 1/5. Yaxşı. İndi gəlin, eyni qaydada mülahizələri Y linzasına baxaraq yürüdək. Fikrim Y linzasındadır. Görürəm ki, Y linzasına hər hansı şəkildə gələn şüa, baxın, gələn şüa baş optik oxa paralel yayılır. Onda bu şüanın uzantısı, deyirəm, hardan keçməlidir? Uzantı hardan keçməlidir? Bunu təbii ki, bilirik ki, uzantı F-dən keçərsə, bura FY imiş ki, uzantısı FY-dən keçən şüa baş optik oxa paralel yayılır. Deməli, Y-in FY neçə damadır? Yəni, Y-in fokus məsafəsi neçə damadır? 2 damadır. Və salam bizdən və bu Fx-in FY-ə nisbətini soruşur. Yəni, 1/5 bölünsün 2, bu bizə 3 bölünsün 4-ü verir. Düzgün cavabımız A variantı.